Gürcüstanda xalası qızı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə Əliyevin saxlanılması Türkiyə və Azərbaycan polisi ilə koordinasiya, həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin Türkiyədəki ataşesinin cəlb edilməsi ilə həyata keçirilib. Qeyd edək ki, daha əvvəl Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyevin Türkiyə ərazisində saxlanıldığı barədə xəbər yayılmışdı. Onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlərin aparıldığı bildirilirdi. İyulun 9-da Gürcüstanda yaşayan 15 yaşlı Azərbaycanlı Əli Mehdiyev Azərbaycan dilində danışdığı üçün bıçaqlanıb. Hadisə Tbilisinin Vaşlicvari qəsəbəsində saat 19 radələrində baş verib. İddiaya görə bir nəfər Əlinin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir edib və daha sonra bıçaqla hücum edib. Əli Mehdiyevin anası Sevinç Quliyeva hadisədən sonra yayılan ilkin məlumatların zərərçəkənin yanında olan şəxslərin dediklərinə əsaslandığını bildirib. Oğlunun narkozdan ayıldıqdan sonra danışdıqları isə hadisənin əsl gedişatını ortaya qoyub. Oğlum gözünü açan kimi mənə dedi ki, hadisə elə olmayıb. Onun sözlərinə görə məhəllədə dostu ilə söhbət edirmiş. Dostu ilə həm gürcü, həm də Azərbaycan dilində danışırmışlar. Lakin məhəllədə yaşayan 55 yaşlı Georgi Tsabutşvali Azərbaycan dilində danışdığı üçün oğlumu söyməyə başlayıb. Onu şəxsən tanımırıq. Oğlum deyib ki, mən ona cavab qaytaranda əvvəlcə məni vurdu. Mən də ona cavab olaraq vurdum. Bundan sonra o gedib bıçaq gətirdi və üstümə hücum çəkdi. Sevinç Quliyevanın sözlərinə görə hadisə bununla bitməyib. Oğlu canını qurtarmaq üçün qaçmağa çalışsa da, hücum edən şəxs onu təqib edib. Əlindən qaçanda da dalınca düşüb. Qaça-qaça oğlumu arxadan da bıçaqlayıb. Bel nahiyəsindən, arxa hissəsindən və qarnından zərbələr endirib. Oğlumun bədənində ümumilikdə 5 bıçaq yarası var. Ən ağır zərbələr qarın nahiyəsinə dəyib. Zərərçəkənin anası qeyd edib ki, məhəllədə Azərbaycanlılar, gürcülər və ermənilər yaşayırlar. Özləri isə rəsmi olaraq Gürcüstan vətəndaşıdırlar. Ana iddia edib ki, hadisəni törədən şəxs Azərbaycanlılara qarşı aqressiv münasibəti ilə əvvəllər də tanınıb.